Elman müəllim, bir var tənqid edənlər, bir də var böhtan atanlar. Həm daxildən, həm də xaricdən Azərbaycan dövlətinə, Azərbaycan hökumətinə, Azərbaycan iqtidarına böhtan atan insanlar var, blogerlər var. Onların danışdıqları, dedikləri bir məsələ doğrunu gerçəyə əks etdirmir. Ancaq yalan, ancaq xalqı yanlış istiqamətə yönləndirmək, çaşdırmaq, böhtan atmaq, ləkələmək, qaralamaq və s. və ilə. Bunların bütün işi, gücü bundan ibarətdir. Bizim televiziyanın efirində siz ötən verilişlərin birində qəti və inanlı şəkildə dediniz ki, Azərbaycan dövlətinə, Azərbaycan xalqına, Azərbaycan iqtidarına böhtan atanlar mütləq cəzalandırılacaq, onlar Azərbaycana gətiriləcək, layiqli cəzalarını alacaqlar. Bundan sonra bu xaricdəki blogerlərə canına bir vəlvələ düşdü. Xüsusi verilişlər həsr elədilər sizin çıxışınıza. Son günlər isə tamamilə itdilər. Bəyanatlar verdilər, birinci dilənçilik elədilər, pulumuz yoxdur, bizə yardım eləyin, yoxsa biz fəaliyyətimizi dayandıracağıq. İndi artıq görünən odur ki, bunlar öz fəaliyyətlərini dayandırmaq üzrədilər və bir çoxu da dayandırıb. Sizcə nə baş verir müəllim? Bunların pulu birdən-birə niyə qutardı? Siz burada daxili dönüşlərdən bəhs etmişdiniz ki, daxili dönüşlər həm informasiya verirlər, həm də pul verirlər onlara. Doğrudan mı beləymiş? Xatırlayıram, sizin verilişinizdə biz bu məsələni müzakirə etdik və yadınızdadsa mən söylədim ki, 99% yox, 100% əminliklə qeyd edirəm ki, bu siyasi dönüşlər mütləq cəzalarını alacaqlar, Azərbaycana gətiriləcəklər, onların fəaliyyətinə son qoyulacaq, hüquqi baxımdan bütün proses tənzimlənəcək və hətta bizim mətbuatdan mənə müraciətlər gəldi ki, siz politologdan daha çox, sanki çox informasiyalı adam kimi danışırdınız və sizin verilişinizdə mən söylədim ki, onları, bu siyasi dönüşləri öz daxilimizdə olan müəyyən dönüşlər, amma informasiyalı dönüşlər, informasiyanı təmin edirlər, pulla təmin edirlər, maliyyə baxımından təmin edirlər və mənim indi dediklərinin təxminən 100% özünü doğrultmağa başlayıb, indi həmin o dönüşlər, bu satqınlar özünü amma bloger adlandırırlar. Bloger belə olmur. Sözün həqiqi mənasında bunlar vətən xainləridir. Vətən xainləridir və çıxıb indi söyləyir ki, biri deyir ki, hansı ki onları mən tənqid etmişdim, sonra kəskin şəkildə. Bildir ki, bizim aylıq fəaliyyətimizə 3000-5000 avro pul lazımdır, bizdə yoxdur. Ona görə fəaliyyətimi dayandırdım. Başqası da eyni rəqəmləri deyir, fəaliyyətimi dayandırdım. Ona nə baş verdi? Və niyə görə mənim proqnozum belə 100% öz təsdiqini tapdı? Ona görə mən təsdiqini tapdım. Mən orada bir daha qayıdım. Dedim ki, informasiyalı dönüşlər və sizə maliyyə və informasiya təminatı ilə təmin edirlər. Və həm də həmin o dönüşlərlə bağlı da müəyyən proseslər ölkə daxilində getdi. Daxili dönüşlərlə bağlı onlara qarşı bilirsiniz ki, müəyyən hüquqi addımlar atılıb. Adları çəkilən adamların cinayət məsuliyyətinə cəlb olunduğu bəllidir. Siz müəyyən adamlar ki, cinayət məsuliyyətinə cəlb edilib, onları yaxşı bilirsiniz və bu fonda bunlar birdən-birə dalbada sıraya düzülüb deyirlər ki, bizim pulumuz yoxdur, maliyyəmiz yoxdur. Və nə oldu? İllərdir. Bir 10 ildən çoxdur, sizin pulunuz da var idi, imkanınız da var idi. İndi dünya iqtisadi konjunkturasında elə bir ciddi dəyişiklik baş verməyib ki, deyərsən ki, özdə sizin üçün 3000-5000 Avropa məkanında. Və siz xalqa xidmət edirdiniz, sizə pul lazım deyildi. Fikir verirsiniz, 3000-5000 avronun tapmaq bunlar üçün böyük problemi sayılır. Yəni söhbətin canı onda gedir ki, deməli o pullar sizə Avropadan gəlməmiş, o pullar sizə bizim daxili dönüşlər, satqınlar verilmişlər. İndi onların müəyyən çərçivəyə alınıblar, məhdudiyyətlər var onlarla bağlı. Deşifrə olunublar. Deşifrə olunublar. Artıq pul göndərə bilmirlər. Gəlmir. Pul gəlməyəndə də siz artıq deyirsiniz ki, vəziyyətimiz belədir. Sizi bu taliyə gözləyir. Bu sizin sonrakı daha acı taliyinizin, aqibətinizin ilkin nəzəriyyə işarətçisidir. Amma son nəticədə siz qanun qarşısına cavab verəcəksiniz, siz Bakıya gətirəcəksiniz. Bunların bir çoxu haqqında məhkəmə qərarları var, qiyabi məhkəmə hökmləri çıxarılır. Əksəriyyət haqqında məhkəmə qərarları var və qanun Azərbaycan hüquqi dövlətdir. Sizi heç kim öldürmür, siz heç kim asmır, kəsmir. Siz hüquqi müstəvidə Azərbaycana gətirəcəksiniz. Nədən hansı maddələr üzrə ittiham olunursa, bununla bağlı məhkəmə prosesi olacaq və məhkəmənin də ədalətli qərarı əsasında siz öz cəzanızı alacaqsınız. Yəni bundan qətiyyən bunun əksinə fikirləşməyin, heç kimə arxayın olmayın və sizin ağlınıza gələrdi ki, bir gün efirə çıxıb deyəcəksiniz ki,
bizim artıq veriliş aparma imkanımız, pulumuz yoxdur. Heç bunu siz hesablaya bilərdiniz? Yox, qətiyyən. Hər şey ağlınıza gələrdi, bu gəlməzdi. Əgər bu gün bu gəlibsə başınıza, deməli mən dediyim ikinci məsələdə sizi gözləyir, həmin aqibətdə sizi gözləyir. Siz yenə də 100% əminliklə deyirsiniz ki, biz onları gətirəcəyik və cəzalandıracağıq. Mən 99% demirəm, mən 100% deyirəm, buna inanıram deyirəm, bütün varlığımla inanıram deyirəm və eyni zamanda artıq özünüz də gördünüz ki, mənim keçən dəfə dediyimlə heç üstündən bir 20 gün keçməmiş təsdiqini tapmağa başlayıb. Mən məntiqlə yanaşıram, məntiqlə. Burada mən hər hansı bir xüsusi informasiyaya malik deyiləm. Sadəcə mən öz məntiqimi işə salıram və Azərbaycana gedən proseslərini təhlil edirəm. Bu gün həmin o daxili dönüşlərlə bağlı gedən prosesləri analiz edirəm və öz proqnozlarımı verirəm və proqnozlarım da öz təsdiqini tapmaqdadır və indiki proqnozlarımı da siz görəcəksiniz ki, həqiqətən də onlar Azərbaycanda necə Azərbaycan xalqına qarşı cinayətlər törətmiş, hərbi cinayətlər törətmiş o ermənilər bu gün məhkəmə qarşısındadır, Azərbaycan paytaxtında. Analoji aqibət onları da gözləyir. Mən buna tam əminəm. Mən də sizin fikrinizə qoşularaq deyirəm ki, biz tam əminik ki, onlar gətiriləcək və Azərbaycanda layiqli cəzalarını alacaqlar. Həm məntiqimiz, həm də açıq deyəcəm, informasiyamız hansısa formada belə deməyə əsas verir. Artıq bəzi ölkələrlə razılıq əldə olunub, bəzi ölkələr onların gizləndiyi, vermək istəmədiyi ölkələr ki var, Fransa kimi, Albaniya kimi. O ölkələr artıq həmin insanları istifadə müddəti bitmiş rezin əlcək kimi atıblar zibil yeşiyinə və biz o zibilləri gətirib burada lazımi hüquq qarşısında cəzalarını təmin edəcəyik.